örtüb, gözəlləşdirdi. Şəriəti əmr edib, kamilləşdirdi. İffəti əmr edib, paklaşdırdı. Açıq-saçıqlığı qadağan edib çəkindirdi. Həyanı qəlblər üçün həyat, ruhlar üçün ucalıq, namus, ismət üçün sipər etdi. Və şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Təkdir, şəriki yoxdur. Gizlini də bilir və daha da gizlin olanı da. Və nəfsi bəzəndiyində görür, necə ki gizləndiyində. Və şəhadət edirəm ki, Muhammed onun qulu və elçisidir. Nur yolunu göstərdi. Fitnənin sürüşkən çuxurundan çəkindirdi. Allahın salamı, salavatı onun ailəsinin, səhabələrinin üzərinə olsun. Və sonra bilin ki, ey Allahın qulları, təqva heç də göstərilən, ərz edilən görüntü deyil, korunan həqiqətdir. Din heç də boyunlardan asılan lövhə deyil, əksinə bağlanmış, korunan bir əhdir. Və bu xütbə heç də bəzək deyil, bəzək üçün deyil, xilas üçündür. Və xütbəmiz bir məktubdur, risalədir, axirət möhrü ilə möhürlənmiş, lakin açılacaq, oxunacaq və arxasında da yazılıb ki, itayəti şəkil edənə, mənasını unudana ünvanlanır. Ona görə ey Allahın qulu, bu məktub sənədir. Ey başına örtüsünü bağlamış, hicabına sarılmış qadın, sual ver nəfsivə. Lakin elə bir sual ki, saxtakarlığa aman verməsin, rəhm etməsin. Soruş nəfsindən, hicab sənin üçün örtüdür yoxsa sərgi? Örtüdür yoxsa nümayiş? Çünki hicab əgər məqsədli bir bəzəyə çevrilibsə, diqqəti cəlb edən bir hərəkət olubsa, baxışları özünə cəlb edən bir forma alıbsa, artıq itayətdən fitnəyə çevrilib. Qürurdan elana, reklama çevrilib. Rəbbin sənə əmr etməyib ki, hicabınla açıq-saçıqlığa dəstək olasan. Əksinə açıq aydın qadağan edib, وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى İlkin cahiliyyə dövründəki kimi açıq-saçıq olmayın. Əmr edib iffəti وَلَا يُبْدِينَ زِينَتِهُنْ Zinətlərini göstərməsinlər. Yəni yadlara, naməhrəmlərə əmr edib örtünməyi يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنْ Üzərlərinə öz örtülərindən örtsünlər. Və xatırladıb ki, ən gözəl geyim heç də gözlə görünən deyil. Əksinə qəlbdə sabit olandır. وَلِبَاسُ التَّقْوَى ذَلِكَ خَيْرٌ Təqva libası bu daha xeyirlidir. Ona görə müminlər, qadının hicab geyinib, onun bəzi mənalarında naqisliyə yol verməsi heç deyib deyil. Əksinə hamı xata edəndir. Lakin eyb, müsibət odur ki, itayət adı ilə günah səsini cəm edib israrla yaşatmaqdır. Başını örtüb, bədəni ilə diqqəti cəlb etməkdir. Baş örtüsünü şüar edib, lakin təfsilatında, təfərrüatında müxalif olmaqdır. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm elə çəkindirib, elə xəbərdarlıq edib ki, abiddən öncə qafil sirkələnib, lərzəyə gəlib, Nisəun kəsiyyətul əriyyət, lə yədxulnəl cənnəh və lə yecidnə rihəhə geyinmiş, çılpaq qadınlar cənnətə daxil olmazlar, iyini hiss etməzlər. Bəli, yəni geyinib, lakin örtmür onu, qorumur, ya dar olduğu üçün bədənini vəsf edir, ya şəffaf olduğu üçün göstərir, ya da halı ilə cəlb edir, təhrik edir. Ey Allahın qulu, qadının paltarı, libası heç də dəbi ilə ölçülən bir parça deyil. Əksinə, şəriətin ölçüsü ilə, meyarı ilə ölçülən bir davranışdır, bir əxlaqdır, şəffaf olmamalıdır, dar olmamalıdır, cəsədi paltarın üzərinə yazmamalıdır. Və bil ki, diqqəti cəlb etmək üçün məqsədli geyinilən hər bir libas qəlbdə qəflət qapısı açır, cəmiyyət üçün fitnə toxumu səpir və açıq-saçıqlıq qapısı dəyişsə də hökmü dəyişməyib. Və açıq-saçıqlıq qədimdə küçələrdə, yollarda olsa da artıq bugün ekranlardadır. Qadın başı örtülü evindən çıxır, lakin telefonunda o örtünü yerə salır, yerə atır, ayaq altına sərir, şəkil dalınca şəkil, hər bir küncdə bucaqda çəkilən bir fot şəkil, məqsədli təbəssüm, gözlənilən, axtarılan şərh, sonra deyilir ki, bu hicabdır. Necə hicabdır ki, artıq elana çevrilib, reklama dönüb, necə örtüdür ki, insanların bəyənməsindən qidalanır, insanların bəyənməsini
qazanmağa çalışır. Ona görə Allahın qulu bilmə ki, məsələ, problem ancaq ötəri şəkildir, yox. Əksinə qəlbdir. O qəlb ki, adət edib insanların aynası olmağı, o qəlb ki, uzaqlaşıb Rəbbinin əmrindən, Peyğəmbərinin sünnəsindən və kim öz nəfsini sərgilənən edibsə, bil ki, əsirdir bu nümayişin, bu sərginin, sevinir alqış çox olanda, kədərlənir, baxış sayı az olanda, o dərəcədə ki, ixlası zəifləyir. Qəlbi daşlaşır o hiss etmədən, sonra ya eşit, diqqət et, Quranın meyarını, ölçüsünü وَقَرْنَا فِي بُيُوتِكُمْ وَلَا تَبَرَّجْنَا تَبَرُّجَ الْجَاهِلِيَّةُ الْأُولَى Evinizdə qərar tutun, ilk cahiliyyə dövründəki kimi açıq-saçıq olmayın. Və cahiliyyə elə bilmək ki, ancaq zamandır, keçib gedib yox. Cahiliyyə nümayiş, sərgi üçün bir üslubdur, bir meydandır, bir mənhəcdir. Göstərmək, görünmək sevgisi peyda olduqda yenidən geri qayıdır. Sonra ondan sonra daha təhlükəli. Bənzəmək, özünü bənzətmək. Görürsən ki, qadın elə görkəm seçir ki, özünü kişilərə bənzətsin. Bununla Allahın ona verdiyi hörməti, qoyduğu ucalığı, izzəti, qadınlıq xüsusiyyətini silib atır. Halbuki qadağan edib. Sallallahu aleyhi və səlləm Lə'nəllahul mutəşəbbihəti minən nisəi bir-rical Allah Teala qadınlardan özlərini kişilərə bənzədənlərə lənət edib. Və lənət heç də deyilib unudulan kəlmə deyil. Lənət qayıtmayıb israr edən üçün Allah Teala'nın qəzəbinin xəbərdarlığıdır. Rəhmətdən uzaq olmasının bildirişidir. Və bir neçə məsələni də xatırlamaq yerinə düşüb. O libas ki, kişiləşmək üçün, kişi kimi görünmək üçün geyinilirsə, o addım ki, kobudluğu suni şəkildə göstərmək üçün edilirsə, o yol, hansı ki qadın seçib, onun qadınlığının həyasını söndürürsə, kamil etməkdən budur qadağan edilən. Lakin libas adətlərə görə müxtəlif ola bilər. Və heç də məqsəd xüsusi bir parçanın adında deyil. Əslində məqsəd geyim formasında, onun mənasında, görünüşündə, niyyətindədir. Örtür, yoxsa sərgidir. Qadınlıq vüqarını qoruyur, yoxsa bənzətmədir, fitrətə meydan oxumadır. Ey Allahın qulu, və bil ki, açıq-saçıqlıq heç də təkcə paltarla deyil. Əksinə yumuşaq danışılan söz, incə deyilən kəlmə, işarəli zarafat, qəsli addım, ətirli qoxu, hamısı açıq-saçıqlıqdandır. فَلَا تَخْضَعْنَا بِالْقَوْلِ فَيَطْمَعُ الَّذ۪ي ف۪ي قَلْبِهِ مَرَضٍ Yumuşaq, nazla danışma ki, qəlbində xəstə olan tamaha düşər. Və bəzən fitnə bir kəlmədən başlayır, heç də paltardan başlamır. Bəzədilmiş bir kəlmə və ya bir işarə وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنْ لِيُعْلَمَ مَا يُخْفِينَ مِنْ زِينَتِهِنْ Gizlədilmiş zinətləriniz bilinsin deyə ayaqlarınızı yerə vurmayın. Belədirsə, görəgər zinəti gəzən məktub edənin, eşidilən çağırış edənin qəlbləri özünə cəlb etmək üçün cazibə, diqqət halı olanın halı necə? Və bu fəsildən dedik ki, həmsinin ətirlənib çölə çıxmaq da buna aiddir. Naməhərlərin yanına, yadların yanına ətirlənib getmək. Halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm qadağan edib qadına ətirlənib evindən çıxmağı və ya ondan ətir qoxusu gəldiyi halda diqqəti özünə cəlb etməyi. Din istəyir ki, o ətiri sən evində sevəsən, ailənin yanında, qorunduğun məkanda, gözlərin, baxışların bazarında yox. Və həmsinin qadağadan haram zinət üçün yaradılışın dəyişməsi. Bəzənmək üçün yaradılışa başqa bir biçim vermək, qaşalmaq və deyib ki, sallallahu aleyhi və səlləm Lə'nəllahun namisətə vəl-mutənəmmisa Allah Teala lənət edib qaşalana və aldırana. Ona görə də simasını insanların bəyənməsi üçün dəyişən, onların təəccübünü qazanmaq üçün üzünü haldan hala salan, düşün ki, bəşərin bəyənməsi üçün Rəbbin qəzəbini seçirsən. Əgər itayət, üzdəki olan itayət, o bərəkət alınıbsa səndən, hansı gözəllikdən söhbət gedə bilər? Və həmsinin məsələlərdən hansı ki, fitrətlə bağlıdır, təmizliklə, paçlıqla bağlıdır, dırnaqları uzadıb qəribə görünüşə salmaq. Diqqəti cəlb etmək üçün bəzənib qadınlıq, qürurunu alçatmaq, paçlıq kamilliyini zəiflətmək, halbuki dinimiz fitrət dinidir. Və vaxt qoyub fitrətin xislətləri üçün ki, 40 gecədən keçmədən dırnaqları tutmaq, uzatmamaq. Və zinət əgər paçlığın nurunu söndürürsə, o zinət ola bilməz. Və o gözəllik ibadəti ağırlaşdırırsa, insanı daha da çox mükəlləf edirsə, özünü yükləməyə sövq edirsə, o gözəlliyi aldana bilməz. Və ən təhlükəsi odur ki, bu azğınlıq, bu xəta, bu
bu səhv səs-küysüz sızır aramıza. Evlərə səs-küysüz girir və başlayır xırda səhlənkarlıqdan. Kiçik bir güzəşdən, sonra adət olur, sonra müdafiə olunur, sonra qəlbdən hissiyyat, həssaslıq silinir. Bu yerdə xəbərdarlıq gəlir. Eşit və bil ki, günah adət adı ilə müdafiə edilə bilməz. Günah azadlıq adı ilə bəz edilə bilməz. Günah hicab adı ilə örtbasdır edilə bilməz. Və bil ki, hicab heç də parçadan ibarət deyil. Hicab qəlbin layihəsidir və neçə qadın var ki, örtür cəsədini, lakin riyakar qəlbi onu rüsva edib, ifşa edib və neçə qadın var ki, naqisliyə yol verib bunda, nöqsana yol verib, lakin səmimidir, sadiqdir, bir gözyaşıyla minlərlə zahiri görünüşlünü keçib, ötüb gedib. Ona görə də insanları təhqir etməyin, onları alçatmayın, bəzi hikmətsizlər kimi təni etməyin və bilin ki, qadın rüsva edən dili ilə düzəlməz. Qadın nəsihət edilən dili ilə düzələr. Bəli, biz günahdan çəkindiririk, lakin qəlbləri qırmırıq. Tövbə etməyə istəyənin, tövbə edəni sındırmırıq. Qayıtması üçün ümid qapısını bağlamırıq. Şeytan yıxır, sonra deyir ki, bitdin. Lakin Rəhman deyir ki, la taqnatu min rahmətillah. Allahın rəhmətindən ümidinizi üzməyin. Xitab edir Rəbbim bəndələrinə. Qul ya ibadiyəllədiyinə asrafu alə enfusihim. Ey özlərinə zülm etmiş bəndələrim. Allahın rəhmətindən ümidinizi üzməyin. Sadiq, səmimi bir tövbə. Ola bilsin ki, bütöv bir səhifəni dəyişdirsin. Lakin bir şərtlə sadiq olsun, səmimi olsun, sabaha qalan, saxlanılan olmasın və qorxun Allahdan və bilin ki, nicat heç də kiminsə sən dindarsan, riayət edənsən deməsində deyil. Əksinə nicat Allah Taalanın sənin səmimi olduğunu bilməsindədir. Və əgər şuar yox, açıq aydın yol istəyirsənsə, bu 5 əlamətdən tutun. Örtünü Allah üçün et, insanlar üçün yox. Diqqəti cəlb edəndirsə, dəyişdir onu. Əgər dardısa, təsvir edəndirsə, genişləndir, şəffafdırsa əvəz et və oxşamaq, bənzəmək mənasında nə varsa, kəsat, libasdan eləsini seçki qorusun, həyanı sabit etsin, fitrəti doğrultsun və xəlqi, yaradılışı, haram edilən yaradılışı dəyişməyi tərk et, üzünü Allahın lənəti ilə bəzəmə, günahla görünüşlü gözəlləşdirmə və özünə su dostlar seçəndə salih dostlar seçdi, səni yüksətsin, sən zəiflədikdə səni Allahla xatırlatsın, elə dost seçmək ki, sən yıxıldıqda gülsün və dua et, sadiqlərin duası kimi, de Allahım mənə sabit həya ver, doğru örtü ver, günaha qaytarmayan bir tövbə nəsib et və kişilərə də deyirik ki, başlarınızı indirin, gözlərinizi çəkin, dillərinizi qoruyun, qadını istehza üçün, ov üçün hədəf etməyin, atalara, analara deyirik ki, övladlarınızı rəhmətlə, mülayimcəsinə, hikmətlə tərbiyə edin, səhvlik, inad gətirə bilər, lakin örnək, nümunə hidayətə səbəb ola bilər və bilin ki, həya imanın şöbələrindən bir şöbədir, xeyirdən başqa heç nə gətirmir. Allahım, ya Heyyu, ya Qoyyum, müsəlman kişi və qadınları islah et. Allahım, qəlblərimizi həyanın nuru ilə doldur. Allahım, ibadəti cəsədlərimiz üçün örtü et, təqvanı ruhumuz üçün həyat et, ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qoru, bizi eşidib faydalardan et. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəiril muslimina min kulli zəmb. Əstəğfiruhu innəhu vəl-ğafurur rahim.